Saatlıq əmək haqqı sisteminin tətbiqi eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün Əmək Məcəlləsinə ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub. Qısa xəbər, TASS xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Bəs saatlıq əmək haqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir? Onun sözlərinə görə yeni mexanizmin tətbiq olunması əmək haqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əmək haqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə diferensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əmək haqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əmək haqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əmək haqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Millət vəkili qeyd edib ki, yeni mexanizmin tətbiq edilməsi əmək haqlarının artırılmasına səbəb ola bilər. 5. Bayramov nəzər çatdırıb ki, müəyyən meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əmək haqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əmək haqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əmək haqqı sistemində bir yenilikdir.